Salamlar dəyərli izləyicilərimiz. Bugün çox maraqlı bir mövzumuz var. O baxımdan diqqətiniz bizdə olsun. Ekzimer lazer əməliyyatından sonra ağırlıq qaldırarıqsa görməmiz yenidən zəifləyə bilərmi? Bugün bu mövzu haqqında danışacağıq. Belə ki, bir çox insanlar, bəylər adətən idman növləri ilə məşğul olduqları üçün, xanımlar isə əməliyyatdan sonra körpələrini, uşaqlarını qaldırdıqları üçün və yaxud da ağır bir ev işləri ilə məşğul olduqları üçün sonradan zəifləmə olmasından qorxurlar. Ancaq demək lazımdır ki, heç bir ağırlıq qaldırma lazer əməliyyatlarımızdan sonra gözlərimizin yenidən zəifləməsini gətirib çıxarmır. Belə ki, əməliyyatdan öncə biz gözünüzü tam kontrol edirik. Gözün ön hissəsini, görmə itiliyini, göz təzyiqini, göz dibini və ən əsası da retina deyilən gözün arxa qışasını müayinə edirik və əgər hər hansı bir dəyişiklik, nazilmə varsa, birinci göz dibi möhkəmləndirilir, sonra ekzimer lazer əməliyyatı aparılır. Yəni bu o deməkdir ki, gələcəkdə heç bir ağırlıq qaldırma yenidən gözlərinizin zəifləməsini gətirib çıxarmayacaq. O baxımdan belə bir qorxunuz varsa, heç bir qorxu hissi olmadan əməliyyat olunub görmə zəifliyindən azad oluna bilərsiniz. Bu və digər mövzularla videolarımız davam edir. Diqqətiniz bizdə olsun.